Salam əziz VTV24 kanalının izləyiciləri. Sizin qarşınızda operator müxbir Vüsal Quliyevdir. Hal-hazırda gördüyünüz kimi biz Sabunçu rayonu Ramana Safxoz adlanan bir məkandayıq. Hal-hazırda buranın vəziyyəti çox bərbad. Gördüyünüz kimi. Yəni Sabunçu rayonu İcra hakimiyyətindən, dövlət orqanlarından xahiş edirik ki, bu Sabunçu rayonun Ramanı qəsəbəsinin bu vəziyyətinə bir əlac eləsinlər. Çox xahiş edirik. Yəni hal-hazırda gördüyümüz kimi vəziyyət çox bərbaddır. Çox acınacaqlıdır. Cəmaatın evi su altında qalıb, yollar su içində, məktəblilər gedib gələ bilmir. Sabunçu rayon İcra hakimiyyətindən xahiş edirik ki, yəni Raman sakinlərinin şikayətlərinə baxsınlar. Yəni vəziyyət çox acınacaqlı bir vəziyyətdir gördüyümüz kimi. Evlər, obyektlər, məktəb suyun altında qalıb. Yəni mən özüm də suyun içindəyəm hal-hazırda. Demək olar ki, sapoğun yarısındandır su. Yəni burada biz çətinlik çəkirik getməyə, qaldı ki, məktəblilər getsin. Baxın. Su gəlib çıxır yarıya. Bir daha üzümüzü tuturuq Sabunçu rayon İcra hakimiyyətinə, bələdiyyəsinə, Ramanı qəsəbəsinə əlac eləsinlər. Yəni vəziyyət çox acınacaqlıdır. Sakinlər üçün, məktəblilər üçün, məktəblilər məktəbə gedib gələ bilmir. Sakinlər dükana çıxa bilmir. Baxın, vəziyyət budur. Çox acınacaqlı, çox bərbad. İndi biz Ramanı sakinlərini də danışdıracağıq, məktəbliləri də danışdıracağıq. Yəni vəziyyət budur. Məktəbə necə gedib gəlirlər, sakinlər mağazaya, uşağı götürməyə nətər gedib gəlirlər. Yəni vəziyyət bura sakinlər tərəfindən, sakinlər özləri elətdirib, şebel tökdürüblər ki, yəni su basmasın qapısının ağzına. Amma digər bu gördüyümüz sağ, sol tərəflər hamısı su içində. Gördüyünüz kimi. Yəni keçmək çox zülüm, çox acınacaqlı. Kanalizasiya sistemi yoxdur. Cəmaat suyun içində. Hətta nəqliyyatın yolu çox bərbad vəziyyətdədir. Yəni məktəbə giriş-çıxış çətin. Baxın. Baxın. Bax, budur. Raman sakinlərinin çəkdiyi əziyyət budur. Görürsünüz? Baxın. Yəni çox acınacaqlı, çox bərbad vəziyyət. Yəni gedəndə qorxa-qorxa gedirik. Quru yer axtarırıq ki, rahat keçək biz. Amma yenə də ona baxmayaraq keçmək olmur. Baxın, cəmaat qapısına daş, kəsək, nə bilim, kafel qoyub ki, həyətinə su dolmasın. Baxın. Görürsünüz vəziyyəti? Çox bərbad, çox acınacaqlı. Yəni belə yaşayış olmur. Baxın, cəmaat daş düzüb yola. Ramanı sakinləri daş düzüb ki, cəmaatın gediş-gəlişi rahatlansın. Mən indi çəkib göstərmək üçün bu daşların üstü ilə gedəcəm. Amma ki, bu daşların üstü ilə getmək çox çətindir. Həqiqətən çox çətindir, yəni. Mən az qalmışdı ki, yıxılım. Yəni vəziyyət o vəziyyət deyil. Aha. Görün. Baxın. Gördüyünüz kimi buradan çıxırıq orta yerə.